O axşam ilk dəfədir ki, nişanlıma yalandan çox yorğunam, bugün tez yatacağam dedim. Gecən xeyrə qalsın deyib bir-birimizdən sağollaşdıq. O mənim yatdığımı düşündüyü halda mən rəfiqələrimlə kofe şopa, kofe içməyə getmişdim. Pəncərə önündəydim, çox gözəl vaxt keçirdirdim. Bir anlıq nişanlımın başqa bir xanımdan qabağımdan keçdiyini gördüm. Astaca geri çəkildim, məni görməsini istəmirdim, axı ona yalan danışmışdım. Bir neçə saniyədən sonra sanki mən yuxudan ayıldım. Bəs onun yanındakı kimdir? Ayağa qalxdım, qapıya doğru yeridim. Onlar da qapıya yaxınlaşdı. Məni görməsin deyə divarın kənarına sıxıldım. İçəri girdilər, boş bir masada oturdular. Bir-birlərinə çox böyük məhəbbətlə baxırdılar. Öncə quruyub yerimdə qalmışdım. Sonra cibimdən telefonu çıxartdım, mesaj yazdım. Başım çox ağrıyır, mənə dərman alıb gətirə bilərsən? Atdığım mesajın cingiltisi yan masadan qulağıma gəldi. Telefona baxdı, ekrandan mesajı oxudu, daxil olmadan kənara qoydu. Heç nə demədim, sakitcə gözlədim. Rəfiqələrimlə birlikdə kafedən çıxdıq. Yol boyu düşüncələrim belə dayanmışdı. Səbr etdim, evə gəldim, gözlədim. Səhər 10:35-də mesaj gəldi. Üzüllü sayatmışdım, mesajını görmədim. İndi necəsən, dərman alım gətirim? Cavab yazdım, gətir. Yarım saat sonra nişanlımın maşını qapıda göründü. Gözlərimi sildim, saçımı toparladım, bayıra çıxdım. Nişanlım mənə dərmanı uzatdı, mən ona üzüyüm.